Əziz şagirdlər, növbəti hissədə isə qrammatikanı ardıycan, indi isə readingə başlayaq. Mətn elə də çətin deyil. Bəzi belə sözlər var ki, amma tam bu da 10-11-ci sinifin sözlərinə aiddir. Suallar çox sadədir. Gəlin oxuyaq. Damal is a traditional dance performed by the Siddi community in Gujarat, India. Deyir, damal ənənəvi rəqsdir ki, hansı ki, Siddi cəmiyyətində, Hindistanda, Gujaratda deyir, tam göstərilir. The sector of the Siddi people came from Africa many centuries ago. Siddi xalqı Afrikadan gəlibdirlər əcdadları Hindistana. Although they have adopted the language and many customs of India, some of their African traditions have also been preserved. Preserved sözü burada bizə lazım olacaq, qorumaq deməkdir, qoruyub saxlamaq deyir. Buna baxmayaraq deyir, onlar deyir, bu Hindistanın deyir, adət-ənənəsinə dilinə deyir, bir çox adət-ənənəsi dillərinə də adaptasiya olublar, rəşib, amma onların deyir, bəzi adət-ənənələri qorunub saxlanmışdır. In the past, Damal was performed by the Siddis after returning from successful hunting of wild animals. Qədimdə deyir, əvvəl bu deyir, rəqs, yəni Siddilər tərəfindən uğurlu, müvəffəqiyyətli ovdan vəhşi heyvanları ovladıqdan sonra, qayıtdıqdan sonra oynanılırdı. During the reign of King Damal was the main source of entertainment for the rulers. Krallıqların dövründə isə deyir, damal deyir, əsas deyir, əyləncə mərkəzi idi deyir, krallar üçün. But nowadays this folk dance is performed by the farmers when the crops are ready to harvest. Amma deyir, müasir dövrdə deyir, bu rəqs deyir, onlar deyir, məhsul yığımını deyir, hazır olduqda deyir, fermerlər tərəfindən oynanılır. They beat down in the field, make a half circle around the crops and thank God for the crops they get. Onlar deyir, orada sahədə deyir, dairə yaradırlar və deyir, orada məhsulların yığıllarına görə Allaha təşəkkür edirlər. People dance to the music which is a mixture of African rhythms and Indian tradition music. Bu rəqs deyir, musiqisi deyir, Afrika ritmləri ilə Hindistan deyir, ənənəvi musiqisinin qarşılığıdır. The dancer usually paint their face and wear colorful clothing with peacock feathers. Rəqqaslar adətən deyir, üzlərini boyayırlar və rəngarəng paltar və peacockda toz quşu lələyi deyir, taxırlar. Unique feature of this dance is the action of throwing the coconut up into the air and breaking it with the head when it falls. O əsas deyir, bunun deyir, cəhəti deyir, hərəkəti deyir, odur ki, kokonatları yuxarı tulluyurlar və deyir, onu deyir, başları ilə deyir, o yerə düşdükdə deyir, başları ilə onu qırmaqdır. Another breathtaking act is dancing on the fire. Daha deyir, nəfəs kəsicidir, bir hərəkət isə rəqsin alov içində rəqs etməkdir. Damal can also be performed in the moonlight. Bu rəmal deyir, həmsə gecə ay işığında da deyir, tamaşa olunur. Damal which originated 700 years ago is performed with same changes today. Deyir, 700 əvvəl deyir, damal deyir, hansı ki deyir, yaradılmışdır deyir, amma deyir, bugün də deyir, bəzi dəyişikliklərlə deyir, tamaşa olunur, göstərilir. Mətn nə haqqındadır? 23-cü sualda elə variantı doğrular. Məncə, the tradition dance of the city people. Digərinə baxaq, B variantında deyir ki, hunting wild animals yox. Taratda da vəhşi heyvanlar ovlanmaq bu yox idi. Gathering harvest from the field, sahələrdən məhsul yığımı. The dancers costumes as a festivaldakı rəqqasların kostyumu. Xeyr, special features of African music, Afrika musiqinin xüsusi xüsusiyyətləri, özəl xüsusiyyətləri. Xeyr, ilə variantı doğrudur. Which is a statement is true according to the passage. Doğru olanı seçəcəyik. Damal is a modern type of dance in India. Müasir rəqsdir deyir Hindistan. Xeyr. Dancer try to break coconut with their hands. Əlləri ilə qırmaq istəyirlər kokonatları. Xeyr. Bu da kakoslar yəni də bu kokonat. The clothing of the dancer is dark. Qara rəngdədir paltarlar. Xeyr. Damal is always performed at sunrise.
gün işığında, xeyr, moonlight idi orada da. Ona görə Y variantı ilə doğrudur, amma combines Afrikanın, bəli, musiqisi Afrika və Hindistan musiqisinin birləşməsindən əmələ gəlmişdir. Y variantı ilə doğrudur. Complete the sentence according to the passage. The city people, city xalqı hardan idi? Have kept some African tradition. Bəzidir Afrika ədətənləri qalıb saxlayıblar. A variantı da reject following the custom. Xeyr, refuse spinning, xeyr, onlardan əslində öyrənmişdilər adət-ənənələrini, yəni mədəniyyətlərini. Performance after bad, xeyr, good, bad yox, yaxşı ovdan sonra idi. E-də isə settled in güzərə recently, bu yaxınlarda yox, uzun zaman əvvəl idi bu. D variantı doğrudur. Burada da 26-da isə correct answer. What do the farmers do when their crop is ready? Məhsullar hazır olan fermerlər nə edirdi? Onlar rəqs edirdilər və nə edirdilər? Allaha dua edirlər. Biri doğrudur. The threw coconut into the air. Burada they burn peacock with the on fire, yandırırlar. Xeyr, they went down in the shape of hovering. Well, onlar əyilirdilər. Məncə belə bir şey vardı. They bent down in the field, make a half circle around the crops and sang. Aha, əyilirdilər. 1-4 elə doğrudur. 27-də sinonimi seçirik. Birinci, preserve sözünü demişdim ki, yadınızda saxlayaq. Maintain edilib, qoruyub saxlamaq. Preserve it, baxın, ən axırda, birinin ən axırıncı sözdür. Doğrudur. İkinci, 28-də isə üçüncüdəki sözün deyir mənasını tapın. Being the only one of the kind. Bu da unique-dir. Bəli, üçüncü bölmədəki, baxın, burada yazılıb. Buradakı sözlərin içərisində baxın, a unique feature var. A unique feature, bax, oradakı sözü unique doğrudur, nadir, özəl deməkdir. 29-da isə bu cümlənin ardında bəzi sözlər dəyişib yazmalı. İki sözü during the reign of the King's Jamal. Burada, baxın, altına xətt çəkilib belə. The main source olanda, main source co-source ola bilərdi, məsələn üçün, primarily də eləyə bilərdik onu. Of entertainment, amusement sözü ilə, yəni əyləncəli, amusement doğru yazıb. Burada da iki söz dəyişib yaza bilərdik. 30-cu tapşırığımızda da isə yenidən deyir, which dance is your favorite one and why? Hansı deyir, rəqs siz üçün sevimlidir və nə üçün? Məsələn, burada da elə əslində doğru yazılır, bəzi hissələr yaxşı görünür. Məsələn üçün deyə bilərik ki, there is a lot of different kinds of dance. I love my favorite dance is mesela Azərbaycan rəqslərinə yazmaq istəyiriksə tərəkəmər, because it is very traditional dance in Azerbaijan. We play this dance in the wedding or our traditional holidays. When we play this dance, when we dance this dance, we wear traditional costumes falan. Yəni bu belə formalarda, yəni əslində burada da yazılanlar doğrudur, bir balaca bilim, amma tam görükmür. Məsələn, bu tango haqqında yazılıb. Siz də yaza bilərsiniz. Belə bugünkü suallarımız bu qədərdir. Yəqin ki, burada 19-u da düz yazıb, 20-ni də, 21-i də və 22-ni də baxırıq ki, 2 və 4-ü bəli, düz yazıb. Bəli. Mən o suallarda burada yenidən izah elədim ki, doğru yazıb. Yaxşı. Goodbye. Teşekkürler.